Həsən Ayvazov 21 avqust 2000-ci ildə Tovuz rayonunun Pələkli kəndində anadan olub. O 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması məqsədi ilə başlanan Vətən müharibəsində iştirak edib. Su qovuşanın azadlığı uğrunda gedən döyüşlərdə igidliklə vuruşub. Oktyabrın 15-dən etibarən Həsən Ayvazovla əlaqə saxlamaq mümkün olmayıb. O 22 noyabr 2020-ci ildə doğulduğu Tovuz rayonunun Pələkli kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Həsən Ayvazov ölümündən sonra Vətən uğrunda su qovşanın azad olmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilib.